şəhidlərimizi daha yaxşı tanıyırlar və mən bir amili xüsusi vurğulamaq istəyirəm. Və əlbəttə, istər aprel döyüşləri, istər Vətən müharibəsi, 2-ci Qarabağ döyüşləri, istərsə də antiterror lokal tədbirləri Azərbaycan ərazi bütövlüyünün təminatında böyük rol oynamışdır. Amma biz heç vaxt unutmamalıyıq ki, 1-ci Qarabağ müharibəsi milli ruhun formalaşmasına, sonradan özlərini vətənə qurban verən şəhidlərin formalaşmasında, yetişməsində müstəsna rol oynadılar. Əlbəttə, biz hərbi nəticə əldə edə bilməmişdik. Ona görə yox ki, onda qəhrəman oğullarımız yox idi. Bax, gördünüz necə dediniz, qumbaranın halqası barmağında gələn şəhid cənazələri olubdur. Ona görə ki, vaxtında komandanlıq olmayıbdır. Ona görə ki, vaxtında idarə etmə yaxşı olmayıbdır. Bugün biz bir neçə amili möhtərəm prezident Cənab Ali Başkomandanın rəhbərliyi ilə həyata keçirmişik. Bugün həm Fazil kimi 1-ci Qarabağ müharibəsi şəhidlərini, həm elə 1918-ci ildən olan soyqırım qurbanlarını, Xocalı soyqırımın qurbanlarının və ümumiyyətlə Azərbaycan tarixində qurban verilmiş erməni vəhşiliyinə, erməni qatilliyinə, erməni qətillərinə o qurban verilmiş Azərbaycanlıların hamısının əmin ola bilərik ki, qanları yerdə qalmayıbdır. Buna görə başda Fazil kimi oğullarımız olmaqla bütün şəhidlərimizə borcluyuq. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq və mən öz təşəkkürümü bildirirəm bu gənclərə ki, mən arzu edirəm ki, bu gənclərin içərisindən bir daha Azərbaycan xalqı şəhid verməsin. Heç vaxt bir də bizim başımıza belə işlər gəlməsin. Amma torpağı torpaq eləyən qandır, şəhid qanıdır və müqəddəsdir. Ona görə də siz hər biriniz yaxşı generallar olacaqsınız, yaxşı mühəndislər, yaxşı həkimlər, dövlətinə, xalqına, millətinə dəyərli insanlar olacaqsınız və bunun nəticəsində Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, Azərbaycanın o qələbəsi daim yaşayacaq. Hər birinizə təşəkkür edirəm. Şəhidimizin əziz xatirəsi qarşısında dərin ehtiramla baş əyirəm. Anamızın əlindən öpürəm. Bir daha salam duaları sizə çatdırıram. Çox sağ olun. Uşaqlar,